Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Birinci videoda məlumat verəcəm ki, valideynlərin iş yerlərində və başqa yerlərdə hansı hüquqları var valideyn kimi qoy bilsinlər. Eyni zamanda evli olan şəxslərin hansı hüquqları var, o barədə də məlumat verəcəm. İstər iş yerlərində, istər başqa yerlərdə. Bunu mən həm hüquqşünas kimi məlumat verirəm, həm də evli olan şəxs kimi. Mən də izləyəndən bir ki, evli arabasındayam. Hörmətli izləyicilər. Amma əvvəlcə bir neçə məlumatı nəzərdə çatdırım. Deməli, siz istədiniz hüquqi məsləhəti telefonla ara bilərsiniz. Qeyd olunan WhatsApp nömrəsinə əlaqə saxlayaraq telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır, qeyd edim. Bundan əlavə, yaxın günlərdə yerarası təminatlı ailə hüquqi yardım göstərməsi üçün, eyni zamanda təminatlı ailənin hər işlərinin satılması üçün hörmətli izləyicilər. Nəzərə al, mütləq qaydadır. Həmin yerdə az təminatlı ailə hüquqi məsləhəti ala bilər, eyni zamanda hazırladığı məhsulları sata bilər. Balaca bir yerdə, amma açıq, hörmətli izləyicilər. Bundan əlavə qeyd edin ki, işçiyə də ehtiyacı olacaq. İş axtarana mütləq qaydada kanala abunə olsunlar ki, növbəti videoda mən bu barədə məlumat verəcəm. İş yeri hardadır, əmək haqqı nə qədərdir və iş saatı nə qədərdir. Arzu edən şəxslər müraciət edə bilər. Bundan əlavə qeyd edin ki, hörmətli izləyicilər, ona görə bəyənin ki, qoy insanlar hüquqlarını bilsinlər. İndi mən məlumat verəcəm iş yerləri barədə. Deməli, qeyd edin ki, birinci növbədə hamilə qadın işləyirsə, iş yerindən çıxardıra bilməz. Analıq mənziliyyəti götürə bilər istədiyi zaman. Yəni, analıq mənziliyyəti müddəti də işdən çıxardıra bilməz. Bundan əlavə, analıq mənziliyyəti bitdiyi halda, işdən sonra 3 ay ərzində attestasiya imtahanından azad olunur. Nəzərə alın, hörmətli izləyicilər. Və uşağın 3 yaşına qədər ana işləyirsə, o halda da işdən çıxardıra bilməz. Nəzərə alın, mütləq qaydada. Bundan əlavə onu qeyd edin ki, əgər uşağın anası yoxdursa, ata özü baxırsa, ata da həmin hüquqlara malikdir. Əlilliyi olan şəxslər 1-ci qrup, 2-ci qrup, 3-cü qrup əlilliyi, yəni ki 31%, 61%, 81%, 100% əmək qabiliyyəti itirmiş şəxslər iş yerindən işdən azad oluna bilməz. Bundan əlavə, əgər insan xəstədirsə, 6 ay ərzində bilyetin götürübsə və yaxud xəstəxanada müalicə alırsa, iş yerindən çıxarda bilməz, qanunsuzdur. Eyni zamanda məzuniyyət və əzəmiyyətdədirsə, o halda da işdən çıxardıra bilməz. Nəzərə alın, hörmətli izləyicilər. Digər imtiyazlar da var, o barədə əgər istəsəniz növbəti videolarda məlumat verərəm. Hörmətli izləyicilər. Qeyd edin, suallarınızı mən cavab verim. Mütləq qaydada. Onu da qeyd edin, hamilə qadın həftədə 36 saat işləyə bilər, yəni yarımçıq iş saatı, amma əmək haqqını bütöv almalıdır. Eyni zamanda əlilliyi olan şəxslərdə 36 saat işləyə bilər, hörmətli izləyicilər. Nəzərə alın, əsas məsələdən biri də budur. Yəni, əmək haqqını tam almaq şərti ilə. Və iş vaxtlarında özləri müdiriyyətinə razılaşmaqla müəyyən edə bilər, qanunverici buna imkan verir. Ola bilsin, müdiriyyət bilsin ki, saat gün ortadan sonra gəlir, məsəl üçün 2-dən sonra gəlir və yaxud da 2-yə qədər gəlir, işi gör, get. O da ola bilər. Qanunverici buna da imkan verir. Nəzərə alın, hörmətli izləyicilər. Və onu qeyd edin ki, bu hamilə qadınlarla 3 yaşına qədər olan uşaqların anasına eyni zamanda ataların da hüquqlar olur ki, eyni hüquq şamil olur ki, yəni ata uşağı anasız böyütsün. Onu nəzərə alın. Bu əmr daxildir, boşanma daxildir. Hörmətli izləyicilər. Qeyd edin ki, sağlamlığı qaydasında olan uşağın valideyni 8 yaşına qədər işləməyə bilər və sosial yardım ala bilər. Amma ondan sonra işləməlidir. Amma əlilliyi olan uşağın valideyni isə uşağın 18 yaşına qədər işləməyə bilər və sosial yardım ala bilər. Hətta ondan sonra da ala bilər. O da əlilliyin qrupun təyin olmasından asılıdır, hörmətli izləyicilər. Əgər valideynlərdən biri əlillidirsə, 1-ci qrup, 2-ci qrup, o halda da işləmir, digər valideyn də işləmir. Onu da nəzərə alın. Bu da bir əsas məlumatlardan biridir, hörmətli izləyicilər. Ümumiyyətlə bir şey deyim, hörmətli izləyicilər. Qanunvericidə 3-cü qrup əlilliklərlə bağlı
güzəştlər çox azdır. Nədənsə iş yeriniz bu güzəştləri saxlayıb, amma digər yerlərdə yığışdırıb. Mən əlvi olan şəxs kimi düşünürəm, hüquqşünas kimi düşünürəm ki, və eyni zamanda onu da qeyd edin ki, başa düşə bilmirəm ki, nəyə görə yoxdur. Əgər buna əlvi vermisənsə, mütləq qaydada güzəşt və imtiyaz olmalıdır, mütləq. Yox, sən ayrılsa, birinci qrupa verirsə, ikinci qrupa verirsə, üçüncü qrupa vermirsə, bu artıq düz gəlmir. Heç cür düz gəlmir, mən bunu başa düşə bilmirəm. Düzdür, bu sağa 100% güzəşt verirsənsə, buna ver 20%, 30% güzəşt. Amma verməlisə, mütləq qaydada verməlisən ki, bu da yəni insandır. Nəyə görə deyəm, hörmətli izləyicilər, onu qeyd edin. Siz videonu bəyəndiniz, zəhmət olmasa, indi qeyd edəcəyim hansı məsələlər var. Baxın, üçüncü qrup əgər iş vermir ki, sən işləyə bilməzsə. Amma eyni zamanda sosial yardımda vermir ki, iş yeri olmalıdır. Və bu insan nə etsin, nə ilə dolansın, böyle problemlər var. Hörmətli izləyicilər. Eyni zamanda üçüncü qrup əvvəl, vaxtından əvvəl pensiya çıxa bilmir. Bilirsiniz ki, qanun verici əsasən birinci qrup əvvəl, məsəl üçün, daxil yoxdur, 40 yaşı olsun, 35 yaşı olsun, 15 yaşından həmin yaş müddətinə qədər hesablanır. Məsəl üçün, 40 yaşına qədər hesablanır ki, hər üçün 4 ay əmək stajı olmalıdır. Bu da 25 ayı. Düzdürmü? 25 ay yəni 4'ü bana 25'e 100 ayı. Bu 100 ayda hesap edince neçə ay? Yəni o kadar belediyede əmək stajı olmalıdır ki, yəni pensiya alsın. Amma 3-cü qrupa şamil olmur. Nəzərə alın, bu məsələ də budur. Hörmətli izləyicilər. Ona görə də 3-cü qrupanın əksəriyyəti sosial müavinət alır. Yəni pensiya almır belediyede. Sosyal yardım başkadır, sosyal müavinət başkadır. Hörmətli izləyicilər, bu nəzərə alın. Tamamilə başka bir məsələdir. Yəni əsas məsələdən bir də budur. Yəni ki, pensiya vermir ki, sənin stajın yoxdur. O 3-cü qrupa ayrı staj yığa bilmir, ona görə yığa bilmir ki, yəni belediyədə işləri götürmür. Başqa yerdə də işləyə bilmir. Eyni zamanda sosial yardım da vermir. Və bu insan nə etsin? Biz problem nədədir? Belə baxanda 3-cü qrupların problemi 1-ci qrup, 2-ci qrupdan daha çoxdur. 2-ci qrupu yenə belə deyək, hardasa pensiya ala bilər, 1-ci qrupda nəsə edə bilər. Amma belə deyək, 3-cü qrupu ala bilmir. Yəni 3-cü qrupu demək o ki, nəzərə almırlar. İstər sosial müavinət baxımından olsun, istər sosial yardım baxımından olsun, istər digər məsələ baxımından olsun. Hörmətli izləyicilər. Yəni nəzərə almırlar. Çox təəssüf. Ona görə biraz bu məsələ diqqətli yanaşmaq lazımdır. Güzəşt və imtiyazlarla bağlı. 3-cü qrupa məsələ görərəm ki, öz adınıza bir bölüm açın və müstəqil fəaliyyətlə məşğul olun ki, sizin əmək stajınız getsin. Yoxsa qocalanda ancaq belə deyək, sosial müavinət alacaqsınız. Hörmətli izləyicilər, sonunda sizdən bir daha xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun, eyni zamanda mənə dəstək olsun. Mən yəni proses sizə bunu maarifləndirirəm, belə deyək də, məlumat verirəm. Heç olmasa mənim əziyyətim hədər gedəməsin, siz pul ödəmirsiniz. YouTube ödəməlidir. YouTube da baxışı ödüyor, ona görə. Hörmətli izləyicilər, bəyənin ki, baxış sayının yəni daha çox olsun. Yəni baxış sayı nə qədər çox olsa, o qədər ödəniş var. Hər hazırda YouTube kanalına qeyd olunub ki, 12 dollar pul var. Amma onu çıxarda bilmək ki, 100 dollar olmalıdır. Ona görə sizin dəstəyinizə ehtiyacım var. Bəyənin, hörmətli izləyicilər, imkan daxilində. Diqqətinizi görə sağ olun. Bir də qeyd edin ki, kimin nəsi var olsa, WhatsApp-a səslə göndərsin, cavab verə bilməm. Bir də görürsün, başqa yerdə olam. Səslə göndərin, suallara cavab verin. İstər sosial yardım olsun, istər digər məsələ olsun, çalışıb cavab verəm. Hörmətli izləyicilər. Yəni bir də bir məsələni qeyd edim. Pensiyanın bağı şikayətiniz varsa, müddəti buraxmadan şikayət edin. Hörmətli izləyicilər. Əsas məsələ də biri bu. Sağ olun. Abunə olmağı unutmayın. Sağ olun, hörmətli izləyicilər.